Salam, hər vaxtınız xeyir olsun. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlara nəzər yetirək. 2-dən böyük n natural ədədi daxil edilmişdir. N ədədindən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yazın. Yəni nə deyir burada? N ədədi daxil olunub, həmin bu n ədəd 2-dən böyükdür. Və bundan əvvəlcə biz bunu yoxlamalıyıq, görək bu təkdir yoxsa cütdür. Cütdürsə ondan 2 çıxmalıyıq ki, əvvəlki cüt ədədi tapaq. Təkdirsə ondan 1 çıxmalıyıq ki, özündən əvvəlki cüt ədədi tapa bilək yenə. Bunun üçün də n-i təyin eləmək üçün int input yazaram. Input. Input kənarda hansısa bir verilərin daxil olunmasıdır. Int isə həmən o daxil olunan veriləni tam ədədə çevirmək üçün istifadə olunur. If şərtini açaram. If-də deyərəm, əgər n böyükdürsə 2-dən, mütləq 2-dən böyük olmalıdır. Bu zaman gövdəyə düşür. Burada soruşaram ki, n-i böləndə 2-yə qalıqı lazımdır mənə deyə, ona görə bu bölmədən istifadə edirik. Deyirəm, n-i 2-yə bölünəndə alınan qalıq 0 eləyirmi? Əgər 0 eləyirsə, demək ki, bu cüt ədəddir. Bu zamanda bu gövdəyə düşür və buradan print eləyir. Nəyi print eləyir? N çıx 2-ni print eləyir. Yəni cüt ədəddən 2-ni çıxanda biz özündən əvvəlki cüt ədədi almış oluruq. Yox, əgər bu tək ədəd olarsa, bu zaman burada else düşməlidir. Və else-də də print tək ədəddirsə, n-dən 1-in çıxmalıdır. Qiymət verək, yoxlayaq. Məsələn, 8 verərəmsə, 8 böyükdür 2-dən, bəli. 8-i böləndə 2-yə qalıq 0 alınırmı? Bəli. Bu zaman printə düşürük. Burada n-dən 2-ni çıxırıq, 8-dən 2-ni çıxırıq, 6-nı çap eləmiş oluruq. Yox, əgər 7 verəriksə, 7 verəyin, yoxlayağın. 7 böyükdürmü 2-dən? Bəli. 7 böyükdürmü 2-dən? Bəli. 7-ni böləndə 2-yə qalıq 0 eləyirmi? Xeyr. Şərtimiz ödəmədiyi üçün bizi else aparır. Else-də də print n-dən 1-in çıxırıq, 7-dən 1-in çıxırıq. Bu zaman da 6-nı almış oluruq.